Günlərin başladıq oksidlər mövzusuna. Oksidlər mürəkkəb maddələrdir. İki elementdən ibarət olan maddələr olur və oksigenli birləşmədir. Orada da oksigenin oksidləşmə dərəcəsi -2 oksidləşmə dərəcəsində olmalıdır. İki elementdən ibarət olan bir oksigen olmaqla başqa maddələr də var. Məsələn, peroksidlər orada -1 oksidləşmə dərəcəsidir. O oksid deyil. Mütləq iki elementdən ibarət olmalıdır və oksidləşmə dərəcəsi -2-yə bərabər olmalıdır. Məsələn, kalsium oksid, məsələn götürürəm natrium oksid və s. Əgər məsələn mənə belə bu cür formada verilirsə, natrium 2O2, baxıram ki, bu natrium qüvvətli qələm metaldır, oksidləşmə dərəcəsi -1, vururam ki, -2. Bunların cəbri cəmini 0 eləmək üçün, yəni ki, bilirik ki, bütün molekulların cəbri cəmi 0-a bərabərdir. Onda oksigenin oksidləşmə dərəcəsi burada -1 olacaq. -1 olacaq. Sonra oksidlər duz əmələ gətirən və duz əmələ gətirməyən olmaqla iki yerə bölünür. Duz əmələ gətirməyən oksidlərə konkret 4 dənədir. Bunları əzbərləmək lazımdır. N2O, NO, CO və silisium O aiddir. Bunlar suda həll olmur, lakmusa təsir etmir və duz əmələ gətirmir. Duz əmələ gətirən oksidlər isə özü növbəsində parçalanır. Deməli, əsasi, sonra amfoter, sonra turşu və qarışıq oksidlərə bölünür. Deməli, dediyimiz kimi əsasi, turşu, amfoter, turşu və qarışıq oksidlərə bölünür. İndi gəldik biz bunları ayırmağa. Yadımızda saxlayaq uşaqlar. Əsasi oksidlər, birinci metal oksidlərini parçalayaq. Görək hansılar əsasi oksidlərdir. Metal oksidlərindən 1-2 valentli metal oksidləri yadınızda saxlayın. 1-2 valentli metal oksidləri əsasi oksidlər hesab olunur. 1-2 valentli. Məsələn, götürürəm mis 2 oksid. Bax, burada bu misin valenti 2-dir, oksigen valenti 2-dir. Bu əsasi oksiddir. Götürürəm natrium oksid, əsasi oksiddir. Götürürəm kalsium oksid, əsasi oksiddir. Bunlar olacaq 1-2 valentli. Sonra baxıram, istisnalar var. Deməli, 2 valentli metal oksiddir, amma amfoterə aiddir. İstisnaları mən qırmızı rəngdən göstərəcəm uşaqlar. Baxın, başqa rəngdən göstərirəm bunu. Berlium oksid, sink oksid, qurğuşun 2 oksid və qalay stanyum, qalay 2 oksid. Bax, bunlar dəyişkən deyə valentin göstərirəm və sabitləri yəqin ki, əzbərləmişik. Birinci qrupun metalları 1 valentlidir, ikinci qrupun metalları 2 valentlidir. Bunlar deməli amfoter deməli 2 valentlidir, sabit valentli birləşmələrdir. Sink də valenti 2-dir və sabit valentlidir. Qalanları isə plümriumdan sink burada dəyişkən valentli hesab olunur. Deməli 1-2 valentli metal oksidləri əsasidir. 3-4, bax buraya yazıram 1-2 əsasidir. Bunlar istisna. Baxmayaraq ki 2 valentlidir, bunlar amfoterə daxildir. 3-4 valentli metal oksidləri amfoter, metal oksidləri. Bax buraxdan yazıram metal oksidləri. Sonra 5, 6, 7 valentli metal oksidləri isə əsasi oksidlər, daha doğrusu turşu oksidləri hesab olunur. Qarışıqda adından məlum olduğu kimi qarışıq olacaq. Amfoterdən məsələn əsasin qarışıq olur. 2 dənə amfoterin qarışıq olur və s. Deməli, əsasi oksidlər metal oksidlərindən 1-2 valentli metal oksidləri əsasi, 3-4 valentli metal oksidləri amfoter, 5-6, 7 valentli metal oksidləri turşu oksidləri hesab olunur. Məsələn, götürürəm xrom O3. Xrom burada 6 valentlidir. Valentliyi necə təyin edirik? Oksigen valentini vurursa indeksinə 2, vuraq 3 eləyir 6. Bölürəm bildiyim elementin indeksinə 2, vuraq 3, 6, 6-nı bölürəm 1-ə eləyəcək 6. Deməli, burada xrom 6 valentlidir. Manqan 2O7-dir. Burada manqan 7 valentlidir və turşu oksididir. İndi qeyri-metal oksidlərindən isə qeyri-metal oksidləri bu duz əmələ gətirməyənlər xaric, bunlar duz əmələ gətirməyəndir. Duz əmələ gətirməyən xaric, qalan bütün qeyri-metal oksidləri turşu oksidlərinə daxildir. Qeyri-metal oksidləri turşu oksidlərinə daxildir.
Qarşı oksitlər isə bir neçəsini qarşıladı. Qarşı oksitlərə ferium 3O4-dür, aiddir. Sonra plümbium 2O3-dür, plümbium 3O4-dür və manqan 3O4 daxildir. Məsələn, ferium 3O4 nələrin qarşılığıdır? Dəmir 2 oksiddən dəmir 3 oksidin qarşılığıdır. Dəmir burada 2 valentlidir. Dəmir 2 oksid deyirəm axı. Oksigen valenti 2, dəmirin valenti 2. Burada dəmir 2 valentlidir. Bu isə dəmir 3 oksiddir. Niyə? Dəmirin valenti 3 valentlidir burada. Və gördüyümüz kimi əsası ilə amfoterin qarşılığıdır. Sonra plümbium 2O3 isə plümbium oksiddən plümbium O2-nin qarşılığıdır. Plümbium 2 oksiddən plümbium 4 oksidin qarşılığıdır. Bu isə plümbium 2 mol plümbium oksiddən 1 mol plümbium O2-nin qarşılığıdır. Eləcə də bu da manqan oksiddən manqan O2-nin qarşılığıdır. Baxaq görək, burada manqan oksid, bir də manqan 2O3, manqan 2O3-ün qarşılığıdır və s. Bildik ki, deməli, metal oksidləri, qeyri-metal oksidləri hansılar hara daxildir? İndi gəldik bunların adlandırılmasına uşaqlar. Bayaqdan adını deyirəm, amma adlandırılmasından danışmadıq. Deməli, əsasi oksidlər beynəlxalq adlandırılan zaman əgər metal sabit valentlidirsə, sadəcə metalın adını və oksid sözü əlavə olunur. Məsələn, litium oksid, maqnezium oksid, kalsium oksid və s. Məsəl üçün, natrium da sabit valentlidir, kalsium sabit valentlidir. Deyirsən, natrium oksid, kalsium oksid, sink oksid, berilyum oksid, bunlar sabit valentlidirlər. Əgər metal dəyişkən valentlidirsə, əvvəlcə metalın adı, sonra isə valenti əlavə olunur. Məsələn, deyirəm, mis 2 oksid. Mis bilirəm, dəyişkən valentlidir, sabit deyil ki, valentini göstərməliyəm. Valentini hardan tapıram? Oksigen 2 valentlidir. Dediyim kimi, oksigen 2 valentlidir. Deməli, burada mis də 2 valentlidir ki, bunlar ixtisar edib, mis 2 oksid qalıb. Deməli, burada artıq valentini mütləq şəkildə deməliyik. Mis 2 oksid və s. Valentini necə tapırdıq? 2-ni vururam bunun indeksinə 1, 2 vuraq 1 eləyir 2. Bölürəm valentini bilmədiyim elementin indeksinə 1-ə. Yəni 2 vuraq 1 eləyir 2, 2-ni də 1-ə bölürəm eləyir 2. Deməli, burada misin valenti 2-yə bərabərdir. Deməli, bunu müəyyənləşdirdik, adlandırılmasını. Bir də qeyri-metal oksidlərin adlandırılması. Qeyri-metal oksidlərin adlandırılması həm belə valentliyinə əsasən müəyyənləşdirilir. Məsələn, CO2-də karbon 4 oksid kimi deyə bilərik. Amma bundan əvvəllər daha çox istifadə olunur. Düzdür, testlərdə rast gəlinir, bu da səhv ifadə deyil. Amma ən çox Yunan əlifbası, İfton termo qaydası deyirlər, həmin o qayda ilə adlandırılır. Yəni, qeyri-metalların sayı göstərilir. Deyirsən ki, burada karbon, məsələn, karbon dioksid. Artıq Yunan əlifbasında mono, di, tri, tetra, penta, heksa kimi orada rəqəmlər var və dərslikdə də var. Bunu zəhmət olmasa əzbərləyərsiniz. Və bu zaman qeyri-metalların sayı göstərilir. Deyirəm, karbon dioksid. Deyə bilərsiniz, karbon sayını niyə göstərməlidir? Orada bir axı monodur. Bax, 1 mono, 2 di, 3 tri, 4 tetra, 5 penta və s. Deməli, deyirəm ki, uşaqlar, yadınızda saxlayın. Əgər əvvəldə dayanan elementin, bax, qeyri-metal birləşmədir, bir turş oksididir. Biz bilirik ki, əmələ gətirməyəndən başqa qalan bütün qeyri-metal oksidləri turş oksidləridir. Və birinci dayanan elementin əgər indeksi göstərilməyibsə, onda, yəni yoxdursa indeksi 1-ə bərabərdirsə, onda mono sözünü işlətmirik. Məsələn, deyirəm, karbon dioksid. Sadəcə oksigenin indeksini deyirəm ki, 2 dənə oksigen var, karbon dioksid. Amma məsələn, göstərsəm ki, N2O, onda deyirəm, diazot, yəni azotdan 2 dənədir. Yəni, bir dənə olanda göstərmirsən də, qalanlarını göstərirsən. Diazot monooksid. Yəni, əgər ikinci dayanan elementin indeksi yoxdursa, 1-ə bərabərdirsə, onu demək lazımdır. Amma birinci dayanan elementin indeksi yoxdursa, 1-ə bərabərdirsə, onu deməyə ehtiyac yoxdur. Bir dənə deyirsən ki,